Bu flash kartı hamınızın istifadə etdiyi onlayn alış-veriş platformasından almışam və içində virus çıxdı. Bu haqqda çox qısaca danışacağam. Endirimlər zamanı bu məhsulu aldım. Hardasa 30 manat qiyməti var idi. Bu 256 GB-lıq bir flash kartdır. Məhsul əlimə çatdıqdan sonra onu kompüterə taxdım və gördüm ki, içində shortcut virus var imiş. Shortcut virusun nə olduğunu bilmirsinizsə qısaca izah edim. Belə flash kartların içərisinə gizli fayllar yerləşdirirlər və onların sadəcə shortcutu görünür, yəni qısa yolları görünür. Həmin shortcutu kliklədikdə sizin kompüterinizə virus yüklənir və formatlamağa məcbur qalırsınız. Mən bu problemi gördükdə həmin platformaya mesaj atdım və məhsulun geri qaytarılmasını istədim. Amma qəbul etmədilər. Dedilər ki, məhsulun içərisində olan problemin bizə aidiyyəti yoxdur. Biz sadəcə korlanmaya baxırıq. Yəni belə çıxır ki, bu sayt illegal məhsulları bu cür sata bilir. Çünki içində virus olan bir flash kart illegal bir məhsuldur. Bəlkə mən bunu hansısa şirkət kompüterinə taxacaqdım və içinə virus düşəcəkdi. Belə. Qısaca çalışın bu platformadan bu cür məhsulları almayın. Mənə bu məsələdə dəstək olmadıqlarına görə də artıq onlardan belə məhsulları sifariş etməyəcəm. Bu belə bir qısa məlumat videosu idi. Ümid edirəm ki, bu videodan sonra siz də belə məhsullar alarkən 2 dəfə fikirləşərsiniz və aldığınız platformaya diqqət yetirərsiniz. Digər videolarda görüşənədək.